Sıfırdan 2000 reytinge şahmat seriyasının ikinci dərsindəyik. Dərslərin və bu cür videoların davamı üçün videonu bəyən və səhifəyə abunə ol. Şahmatda bütün figurlar eyni gücə malik deyil. Buna görə də şahmatçılar hər figurun təxmini dəyərini bilməlidirlər. Bu dəyərlər gediş zamanı düzgün qərar verməyə kömək edir. Piyada ən kiçik figurdur və dəyəri bir xal hesab olunur. O zəif görünsə də oyunun sonunda çox güclü ola bilər. Piyada son sıraya çatdıqda vəzir, qala, fil və ya ata çevrilə bilir. Atın dəyəri 3 xaldır. At digər figurlardan fərqli olaraq maneələrin üzərindən tullanır. Bu xüsusiyyət onu qapalı mövqelərdə çox faydalı edir. Filin də dəyəri 3 xal hesab olunur. Fil yalnız öz rəngindəki diaqonallar üzrə hərəkət edir. İki fil birlikdə işlədikdə taxtanın böyük hissəsinə nəzarət edə bilir. Qalanın dəyəri 5 xaldır. Qala üfüqi və şaquli istiqamətlərdə istənilən qədər hərəkət edir. Açıq xəttlərdə qala çox təhlükəli hücum figuruna çevrilir. Vəzir şahmatın ən güclü figurudur və dəyəri 9 xal hesab olunur. O həm qala, həm də fil kimi hərəkət edə bilir. Buna görə də vəziri səbəbsiz riskə atmaq düzgün qərar deyil. Şahın xal dəyəri yoxdur, çünki onu itirmək mümkün deyil. Şah mata düşən anda oyun başa çatır. Buna görə şah həmişə qorunmalıdır. Figurların dəyərini bilmək dəyişmələri düzgün qiymətləndirməyə kömək edir. Məsələn, vəziri ata ilə dəyişmək sərfəli deyil, lakin qalanı və ya vəziri daha güclü hücum və ya mat əldə etmək üçün qurban vermək bəzi mövqelərdə düzgün qərar ola bilər. Unutmayın ki, bu xallar yalnız təxmini göstəricidir. Bəzən yaxşı yerləşmiş bir at pis vəziyyətdə olan qaladan daha faydalı ola bilər. Güclü şahmatçı yalnız figurun dəyərinə deyil, onun taxtadakı aktivliyinə də diqqət yetirir.